Recordingi açdım. Növbəti mətnimiz mühəndis mətnidir. İzahına başlamazdan əvvəl mətnin oxusunu təşkil edirik. Çayın üzərindən körpü salmaq çətindirmi? Əgər çay ensiz olsa, onun üstündən şalban və ya tir atılsa, körpü hazır olar. Bəs Araz, Kür kimi çaylarda necə? Belə böyük çayların üstündən salınacaq körpünü tikərkən metaldan və ya dəmir betondan istifadə etmək lazımdır. Bəs necə müəyyən etmək olar ki, belə nəhəng körpünün neçə dayağı olmalıdır? Körpü nə qədər maşının və adamın ağırlığını dözər? Güclü qasırğa, şiddətli tufan qopsa körpü uçmaz ki? Yazda çayların daşmasına, selin kükrəməsinə körpünün dayaqları tab gətirə bilərmi? Kür çayı üzərindəki ilk dəmir körpünü kim tikmişdi? Mətindir yoxsa sualdır bu, bilinmir. Tutaq ki, çox yüksək sürətli yeni model idman avtomobilinə ehtiyac var. Belə avtomobilə necə mühərrik lazım olduğunu kim deyə bilər? Bu suallara cavab vermək üçün bir çox elmləri, fizika, riyaziyyat, kimya, rəsm xətt, məntiqi çox yaxşı bilmək vacibdir. Bütün bu sahələri kompleks şəkildə öyrənən, qazandığı bilik və bacarıqlar nəticəsində möhkəm dayaqlı körpü və yüksək sürətli avtomobil düzəldən mütəxəssis mühəndis adlanır. Körpülərin, evlərin, başqa irili xırdalı tikililərin layihəsini işləyib hazırlayan peşəkarlar inşaat mühəndisi, avtomobil düzəldənlər isə mühəndis mexaniklərdir. Sənayenin müxtəlif sahələri kimyaçı mühəndislər, elektrik mühəndisləri, neft mədən mühəndisi deyə birinci qrupda 200-300 arası doludur bu ixtisaslar. Neft mədən mühəndisləri başqa ixtisaslı mühəndislər tərəfindən inkişaf etdirilir. Fabrik və zavodlarda aparıcı mühəndislər sexlərin və laboratoriyaların işini yönləndirirlər. Mühəndis həm çox bilməli, həm də çox iş bacarmalıdır. Elmi-texniki tərəqqini sürətləndirmək üçün müəssisələrin texniki cəhətdən təkmilləşdirilməsində hər cür ixtisasdan olan mühəndislərin əməyi böyükdür. Bəli, həqiqətən əsl mühəndis kimi yetişirsə şəxs, ixtisasını dərindən yiyələnirsə, çox güclü mütəxəssis olur və ona hər zaman ehtiyac var. Çünki istənilən bir, necə deyim, şəhərin, kəndin, körpüyə, yola mütləq ehtiyacı var və bu mühəndislər tərəfindən layihələndirilməlidir. Yəni, ixtisaslı, güclü mütəxəssissənsə, sənə hər zaman ehtiyac var. Yoxsa, universitetə qəbulundan sonra heç nə eləməyəcəksən, sənə heç kimin sənə ehtiyacı yoxdur, belə deyək. Olursan, ali təhsilli, işsiz. Bugün vətənimizin qeyri-neft sektorunda nailiyyətlər qazanması vacibdir. Bunun üçün ölkəmizin savadlı mühəndislərə çox ehtiyacı var. Gələcəkdə mühəndis olmağı arzulayan gənclərimiz çox oxumalı, biliklərə daha dərindən yiyələnməlidirlər. Onu düz deyir. Baxaq. Deməli, mətnə əsasən yanlış fikirdir, deyir. Deməli, həyat təcrübəsi olan istənilən insan mühəndis ola bilər. Mənim də həyat təcrübəm var, amma mən indən sonra istəsəm də mühəndis ola bilmərəm. Çünki mühəndis olmaq üçün həyat təcrübəsinə deyil, elmə yiyələnmək lazımdır. Fizikaya, kimyaya, məntiqə, yəni bu tərz elmlərə yiyələnmək lazımdır. Həyat təcrübəsi, yəni mühəndis olmağa kifayət eləmir, ona görə A səhvdir. Zaman keçdikcə mühəndislik sahəsində görülən işlərin əhatə dairəsi genişlənmişdir, düzdür. Həyatın müxtəlif sahələrində mühəndislərə ehtiyac var. Bəli, inşaatda, körpü tikintisində, avtomobildə, hər yerdə ehtiyac var. Mühəndislik peşəsi hesablamaların dəqiq olmasını tələb edir. Bəli, ona görə riyaziyyat, fizika, daha sonra məntiq kimi fənləri dəqiq bilmək lazımdır. Həmçinin rəsm xətt. Elmin yalnız bir sahəsini mükəmməl şəkildə qavrayan insan savadlı mühəndis ola bilməz, düzdür. Sadəcə birini, məsələn, siz çox yaxşı kimyaçı ola bilərsiniz, amma yaxşı kimyaçı mühəndis olmaya bilərsiniz. Çünki mühəndis olmaq üçün təkcə kimya bilməyə, məsələn, ehtiyacı yoxdur. Həmçinin riyaziyyat, həmçinin fizika, kimyanın da paralelində, yəni bunları bilməlisiniz. Bir neçə elmi paralel bilməlisiniz, ona görə Y də doğrudur. Yəni A variantı, həyat təcrübəsi o demək deyil ki, siz güclü mühəndis ola bilərsiniz. Gəldik, çıxdıq 32-ci suala. Deyir ki, çərçivə daxilində verilmiş sözün mənasına uyğun nümunəni göstərin. Çərçivə daxilində kompleks yazıb, kompleks şəkildə. Yəni, biz bunu əslində kompleks sual cümlələrindən də bilməliyik. Yəni, ümumi, hər bir şey olan kompleks, hamısını belə deyək. Heydər Əliyev kompleksi bu tikintidir, yəni kompleks. Bu olmaz. Bir getdi.
Kənd təsərrüfatının inkişafı üçün respublikamızda kompleks tədbirlər, yəni ümumi tədbirlər keçirilir. 2 düzdür. Bakıda salınmış yeni yaşayış kompleksləri, bu da tikintidir. Yəni 1 ilə 3 eyni gəlir burada. 2 ilə də 4 eyni gəlir. Kompleks işlər, ümumi, hər tərəfli. Bax, tutdum sözü. Kompleks hər tərəfli demək. Hər tərəfli, ümumi də gedir. Ümumi tədbirlər, hər tərəfli tədbirlər həyata keçirilir. Hər tərəfli işlər təhsil sisteminin ehtiyaclarından irəli gəlir. 2-4 cavab olur C. Sonra 33. Uyğunluğu deyil, müəyyən eləyin. Baxın, nəticə mətnin sonuncu abzasıdır. Giriş də maşallahı var girişin. Giriş də ancaq suallardan ibarətdir. Bu tıpliş 1, 2, 3 dənə də abzas əsas hissəyə düşür. İşte qaydırıq bu tərəfə. Görək nəyi hara yazmaq. Deyil, mühəndis bir çox elm sahələrini dərindən bilməlidir. Mühəndisin bir çox elm sahələrini dərindən bilməsi, baxın burada fizika, bax, göylə göstərirəm. Fizika, riyaziyyat filan. Görürsünüz, bu gəldi, bu 3 dənə hara düşdü? Əsas hissəyə düşdü. Deməli, A-nı hara yazacağam? Əsasa. A-nı əsasa yazanda, A-nı 2-yə yazan kimi D variantı gedir, Y variantı gedir. Sonra gəlirəm B-də. Deyir, ensiz çayların üzərindən körpü salmaq çox da çətin deyil. Ensiz çayların üzərindən körpü salmaq çox da çətin deyil. Onu girişdə yazmışdı. Enli çayların üzərindən deyil. Bəs necə göstərək? Görəsiniz. Göylə göstərirəm. Baxın, çayın üzərindən körpü salmaq çətindirmi? Əgər çay ensiz olsa, onun üstündən sabun və tir atılsa, körpü hazır olar. Yəni, bu çətin deyil deməkdir də, ensiz çayın üzərindən. Deməli, B-ni hara yazacaqsınız? Girişə. B-ni girişə, A-nı əsasa yazanda. Hələ cavabımıza gəlib çatmasaq da C-ni silmiş oluruq. C-də deyir ki, C 100% nəticə gedəcək. Çünki deyir, gələcəkdə mühəndis olmaq istəyəni özlərində daha çox işləməlidir. Yenə göylə göstəririk. Deyir, riyaziyyata mühəndis olmağı arzulayan gənclərimiz çox oxumalı, bilikləri daha dərindən yiyələnməlidir. Nəticə hissəyə düşür. Nəticə hissəyə düşür. Deməli, C-ni yazdıq nəticəyə. D-də deyir ki, artıq D cavabımızı həll eləyəcək. Baxın, D-ni ya bura yazmalıyıq, ya bura. D-də deyir, müxtəlif sahələrin öz ixtisaslaşmış mühəndisləri olur. Müxtəlif sahələrin öz ixtisaslaşmış mühəndisləri olur. Bunu əsasa yazacaq. Çünki, baxın, burada var. Sənayenin müxtəlif sahələri kimyaçı mühəndislər, elektrik mühəndisləri, neft mədən mühəndisləri. Bu da əsasa düşür. Görürsünüzmü? Əsasa düşür. Ona görə D-ni də yazacağıq əsasa. D-ni əsasa yazan kimi cavabımız hazırda A variantı. Birə də Y gedir. Körpülər salınmazdan əvvəl onların dayanıqlığı haqqında lazımi hesablamalar aparılmalıdır. Suallar veririk. O hissədə yazıb. 1BY, 2AD, 3C. 33-də cavab olur A variantı. Sonra 34. Mətndəki məzmun ardıcılığını nəzərə alaraq nöqtələrin yerinə uyğun olan fikri müəyyən edin deyir. Nöqtələr. Burada deyir, mühəndislər həm çox bilməli, həm də çox iş bacarmalıdır. Elmi texniki tərəqqini sürətləndirmək üçün müəssisənin texniki cəhətdən təkmilləşdirməsində hər cür ixtisasda olan mühəndislərin əməyi böyükdür. Bu ikisinin arasında deyir, son dövrlərdə biomühəndislik sahəsində inkişaf hiss olunmaqdadır. İnkişafdan söhbət getmir həmin hissədə. Ölkəmizin müxtəlif ali təhsil ocaqlarında neft mühəndisi, tərcüməçi, həkim nə əlaqə? Kənd təsərrüfatında da savadlı mühəndislərə ehtiyac vardır. Orada təkmilləşmədən söhbət gedir. Mühəndisliyin təkmilləşməsindən. Yəni, məsələn, A-da deyir, konkret biomühəndislik inkişaf edir. Orada biomühəndislikdən heç söhbət getmirdi. C-də də məsələn deyir ki, kənd təsərrüfatında ehtiyac var. Bu problemdə orada problemdən danışmır. D-də deyir, elmi texniki tərəqqinin inkişafı ekoloji problemlərin artmasına gətirib çıxarır. Mətndə ekoloji problemlərdən danışılmır. Y-də deyir, onun həm texnologiya barədə nəzər bilikləri, həm də onun tətbiq etmə bacarığı olmalıdır. Burada deyir ki, mühəndis həm çox bilməli, həm də çox iş bacarmalıdır. Onun həm texnologiya barədə nəzər bilikləri, həm də onu tətbiq etmə bacarığı olmalıdır. Ona görə cavab olur Y variantı. 35. Mətndə əsasən peşəkar mühəndis bacarmalıdır. Nəyi?
Görəcəyi işin proyektini hazırlamağı. Bəli, çünki rəsm xətt bilməlidir. Müxtəlif ixtisaslı mühəndisləri asanlıqla əvəz etməyə. Belə bir şey yoxdur. Yəni mən kimya mühəndisiyəm, sonra gedib inşaat mühəndisi ola bilərəmmi? Xeyr. Mühəndis hamısı mühəndisdir, amma hərəsinin öz sahəsi var. Məsələn, həkim hamı həkimdir. Amma ürək həkimi ayrıdır, göz həkimi ayrıdır, böyrək həkimi ayrıdır. Sən deyə bilməzsən ki, böyrək həkimi sabah getsin ürək həkimi işləsin. Elə şey ola bilərmi? Yox. Ona görə də inşaat mühəndisi sabahları gedib kimya mühəndisi kimi işləyə bilməz. Onun iki səhvdir. İkiləri atıram. Biri saxlamışam. Müəssisələri texniki cəhətdən təkmilləşdirməyi düzdür. Çünki o bayaqları elə nöqtələr qoyulan hissə vardı, orada da yazılmışdı. Elmi texniki biliyə sahib olmalıdır, düzdür. Təbii fəlakətlərin baş vermə səbəbini təxmin etməlidir. Mətndə isə təbii fəlakətdən söhbət belə getmir. 5-i də silirsiniz. Qalır cavab 1, 3, 4, B variantı. Sonra 36-da deyir ki, giriş hissə ilə məzmunu zəif olan, yəni məzmunu ilə bağlı olmayan cümlə hansı ifadə ilə başlayır? Deməli, uşaqlar, mətni oxuyanda hiss olunmalıydı. Burada danışır ki, körpülər necə hazırlanmalıdır. Sonra deyir ki, dayanıqlı körpü necə olmalıdır. Nə bilim, filan fəsmən, nə bilim, maşının adamın ağırlığını dözə bilərmi? Yəni, körpünün necə qurulması, körpünü tikmək üçün nələrə lazım, nələrə diqqət etmək lazım, bunlardan danışır, düzdür? Gəlib deyir ki, Kür çayı üzərində inç dəmir körpünü kim tikmişdi? Nə əlaqə? Mətndə ondan danışmır ki, yəni mətndə körpünü necə tikmək lazımdır? Mühəndis o körpünü tikmək üçün nələri bilməlidir? Körpünün neçə dayağı olmalıdır? Körpü nə qədər adamın ağırlığına dözər? Şiddətli tufan qopsa körpü uçmaz. Yəni körpünün dayanıqlığı üçün mətn bir növün qurulub. Burada gəlib deyir, Kür çayı üzərində inç dəmir körpünü kim tikmişdi? Nə əlaqə? Yəni bu sualın cavabını tapırsınız mətndə? Yox. Deməli mənasızdır. Kür çayı ilə başlayan cümlə. Yəni cavab olur C variantı. 37. Mühəndis peşəsinin vacibliyi haqqında fikirlər mətnin hansı tərkib hissəsində və ya hissələrində öz əksini tapmışdı deyir. Mühəndis peşəsinin vacibliyi. Baxın uşaqlar, girişdə körpü necə tikilməlidir kimi fikirlər vurğulanır. Burada heç mühəndis adı çəkilir. Yox. Mühəndislərdən harda danışır? Burada. Bax, görürsünüz, mühəndisin tərifini verir. Sonra mühəndisin hansı sahələrdə, niyə vacib olduğu, baxın, müəssisənin texniki cəhətdən təkmilləşdirməsində hər cür ixtisasda olan mühəndislərin əməyi böyük deyil. Vacibliyini vurğulayır və nəticədə də deyir ki, hal-hazırda qeyri-neft sektoru inkişaf elətdirilir və inkişaf elətdirməlidir və ölkəmizin savadlı mühəndislərə ehtiyacı var. Yəni, bir növün mühəndisə ehtiyacımız var. Yəni, mühəndislik vacibdir. Harada vurğulanır? Əsasla nəticə hissədə. Girişdə bundan bəhs eləmiş. Cavab olur Y variantı. Sonra 38. Tünd qara hərflə verilmiş ifadənin mənası. Mütəxəssis. Mütəxəssis bu söz var idi. Bir sahə üzrə konkret ixtisaslaşmış şəxsdir. Məsələn, universiteti bitirən şəxs mütəxəssis sayılır. Həmin sahə üzrə mütəxəssis. Məsələn, siz gedirsiniz, məsələn üçün, kompüter elmlərini bitirirsiniz ya da informasiya təhlükəsizliyini bitirirsiniz. O sahədə mütəxəssis adlanırsınız. Ya da ekologiya mühəndisliyini bitirirsiniz, ekoloq olursunuz, ekologiya mühəndisi olursunuz. Ekologiya sahəsində mütəxəssis sayılırsınız. Yəni, həmin ixtisası özünə peşə etmiş, onun həm nəzəri, həm praktiki biliklərini özündə birləşdirən şəxs sayılır. Yəni, məsələn, usta deyil mütəxəssis, səhvdir. Bir işi, məşğuliyyəti, fəaliyyəti özünə peşə seçmiş sənətkar deyil mütəxəssis. Elm və ya texnikanın müəyyən sayəsində xüsusi biliyi olan, görürsünüz, mən nə dedim? Dedim, həm nəzəri biliyi olmalıdır, həm də praktiki biliyi olmalıdır. İxtisas almış adam, cavab C-dir. Bir sənətlə keçinən adam, bu sənətkardır. Məsələn, televizor ustasıdır, məsələn, dülgərdir, məsələn,
zərgərdir. Bax bunlar bir sənətlə keçinən adam. Sifarişlə iş qəbul edib öz əmək alətləriyle kustar üsulla məhsul hazırlayan şəxs. Bu istehsalçıdır da, yəni sifarişlə iş hazırlayır. Yəni şəxsi biznesi falan var. Ona da aidiyyət yoxdur. İxtisaslaşmış şəxsdir, ixtisas almış şəxsdir. Ona görə cavab olur C variantı. 39. Üzərinə deyil rəqəm yazılan sözlər əsasında cədvəldə qeydlər aparın. Yəni həqiqi və ya məcazi mənada olduğunu seçməlisiniz. Sonra onu həqiqidirsə məcazi, məcazsə həqiqi mənada işlədilməsi yazıb. Gəlin bir-bir sözlərimizə baxaq. Birinci sözümüz dayaq. Körpünün dayağı həqiqi mənadadır. Məcazi mənada deyir ki, atam mənim dayağımdır. Arxam dayağımdır deyirlər. Körpü uçmaz ki, həqiqi mənadadır. Deyirəm, onun bütün xəyallarında qurduğu hər bir şey artıq uçmuşdur. Belə, yəni xəyallarındakı fikirlər artıq uçmuşdur. 3. Hanım? 3. Yüksək sürətli. Yüksək sürət burada məcazi mənada götürüləcək. Çünki yüksək sürətin ilkin mənası, yüksək sözün ilkin mənası məsələn dağın yüksəkliyi anlamda da, yəni yüksək dağ. Bu anlamda istifadə olunur deyənə ilkin mənası, o mənada da deyənə yüksək sürət, yəni artıq sürət anlamdadır. Məcazidir. Həqiqi mənada yüksək dağ, yüksək bina, yəni hündür mənasını ifadə eləməlidir. Ona görə burada məcazidir. Bu arada həqiqidir, uçmaz. 4-cü söz avtomobil düzəldən həqiqidir. 5-ci söz yoxdur. 4 dənə sözdür. Deməli, dayaq həqiqidir, məcazidir deyirsən, atam mənim dayağımdır. Məsələn, belə bir cümlənin necədir? Siz atam mənim dayağımdır demək başqa bir şeydir. Yəni mən o cümləni gətirdim. Uçmaz, burada həqiqidir. Məcazidə məsələn deyirsən ki, onun xəyalları artıq uçmuşdu ya da vaxt uçur. Vaxt uçur. Yüksək məcazidə həqiqi mənada yüksək dağ, yüksək bina. Avtomobil düzəldən həqiqidir. Məcazidə işləri düzəldi. Məsələn, işləri düzəldi. Sevincindən qanad açıb uçmaq. Oradakı uçmaqla olar əslində. Çünki vaxt uçur deyəndə, vaxt dağılır mənasında deyil ki. Uçub gedir anlamdadır. Olar. Amma çalışın omonim məna tayına fokuslanmayasınız. Çünki uçmaq sözü omonimdir. Bir dağılmaq mənasındadır. Bir də quş uçur məsələn, o mənadadır. Amma götürər. Çünki uçmaq sözünü məcazidə işlədibsən. Sonra 40. Əvvəlinə rəqəm yazmış cümlələrdən hansı mətndə qarşısına üçbucaq qoymuş cümlədəki fikri əsaslandırır? Dağılır da, körpü dağılır. Ayan. Körpü quş kimi uçmur. O mənada yazmayıb o. Körpü dağılır. İlkin mənasıdır. Məsələn, evi uçurdular. Ev uçdu. O mənada həqiqidir. Körpü uçur, dağılır. Uçmaq sözünün iki məna tayı var. Homonimdir. Əvvəlinə rəqəm yazılmış cümlələrdən hansı mətndə qarşısında üçbucaq qoymuş cümlədəki fikri əsaslandırır? Həmin cümləni müəyyən edib yazın, seçiminizi əsaslandırın. Buyur. Deyir, sənayenin müxtəlif sahələri, kimyaçı mühəndislər, elektrik mühəndisləri, neft mədən mühəndisləri, başqa ixtisaslı mühəndislər tərəfindən inkişaf etdirilir. Bu cümləni hansı cümlə əsaslandırır? Deyir. Bu cümləni hansı cümlə əsaslandırır? Adi, qırmızı ilə göstərəcəm. Deyir, elmi texniki tərəqqini sürətləndirmək üçün müəssisənin texniki cəhətdən təkmilləşdirməsində hər cür ixtisaslı olan mühəndislərin əməyi böyükdür. Baxın, bu üçbucaq qoyulan cümlədə yazırsınız ki, əsaslandırma da istəyir sizdən bu arada. Bu cümləni yaz, sonra da əsaslandırırsan. Əsaslandırma da belə göstərsən ki, üçbucaq qoyulmuş cümlədə müxtəlif sahələrdən olan mühəndislər tərəfindən müxtəlif sahələrin inkişaf etdirilməsi göstərilir. Bu cümlədə də həqiqətən də müəssisələrin texniki cəhətdən təkmilləşdirilməsində
mühəndislərin əməyinin olduğu qeyd olunur. Deməli, yuxarıdakı cümlə öz təsdiqini aşağıdakı cümlədə tapır da belə. Və yaxud da belə yaza bilərsiniz ki, qeyd edildiyi kimi elmi texniki tərəqqini sürətləndirmək üçün hər ixtisasdan olan mühəndisin əməyinə böyük ehtiyac var. Onlar, yəni bu müxtəlif sahə deyəndə, baxın müxtəlif sahə deyəndə, mühəndis, elektrik mühəndisi, kimyaçı mühəndis, neft mədən mühəndisi və başqa mühəndisləri nəzərdə tutur və onlar da müəssisələrin texniki cəhətdən təkmilləşdirilməsinə burada deyir axı hər cür ixtisasdan olan, yəni kimyaçı mühəndis, elektrik mühəndis, neft mədəni mühəndisi bunları nəzərdə tutur. Onların böyük əməyə ehtiyacı vardır və həmin bu mühəndislər mühəndislərin sayəsində sənayenin müxtəlif sahələri inkişaf elətdirilir. Yəni bu cümləni əsaslandırır, belə deyək. Sonra 30 idi deyəsən bu, yox, 30 deyil də, 30 idi, yox, 40-cı sual idi. Bu cümlədə belə. Kimisə çətə nəsə yazıb mı başqa? Başqa heç nə. Yazılanları cavablandırdıq.